Bələdiyyə sənədini necə almaq olur deyib, üz tutduq Hökməli bələdiyyəsinə. Alıcı kimi yaxınlaşıb, nə az nə çox 5 sot torpaq almaq istədik. Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs tənbəllik etmədən bizlə satışda olan torpaq sahəsinə kimi gəldi. Burada bir dənə 506 belə yer var. Aha. Yaxşı yerdir. Bələdiyyə sənədi verir. Var, sənədlər də var, qeydiyyatlar da var. Qazı suyu işığı var. Yox, olmur ağırlar. Qaz suyu işıq elə. Ev yoxdur. Ev olandan sonra amma buradan çəkmək olur da. Adı qanun verir də, indi çıxarış istəyirlər. Başa düşdüm, indi çıxarışa da indi hazırlaşırlar ki, versinlər. Layihədir. İlkin layihə. Sonra şeyləri vurulub torpaq komitəsindən. Kadastrından şey vurulub, hər şey var. Sonra böyle portalına qoyulub, sonra da çıxır ki, buradan kəsin burada. Belə maşın çıxmır. Buranın neçə edirlər? Buranın 8-ə deyil, amma ondan mənim bir dənə söhbətim var. Onu həll edeyim, ucuz yaxşı verəcək. 38 lira. Aldıq buranı tutalım ki, səhər bir gün başqa bir qurum gəlməyəcək ki, 5000 bizə verdik, 3000 bizə Qardaş, verdik. o tikmək başqadır. Sağ olsun, tikintini necə tezləşdirə biləcəyimizi də izah etdi. Yox, nəsə bilir, bax, belə bir dənə tikliyi istəyirsin. Üstün sonra yavaş-yavaş. Başladım, ondan sonra zənginlə deyim. Beləcə, Astı və Xəbər olaraq az qala sənədsiz 5 sot torpaq sahibi olurduq. Sən demə, hər şey bu qədər asan imiş. Məsələ ilə bağlı Abşeron rayonu icra hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, sorğumuz aidiyyatı şöbəyə yönləndirilib. Araşdırıldıqdan sonra bizlə